Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə məchul çıxlanın tapılması mövzusunu keçəcəyik. Əgər hazırsınızsa, başlaya bilərik. Dərsdə öyrənəcəyik. Məchul çıxlanın tapılması, tapşırıqlar. Lalə ailəsi ilə sirkə gedir. Sirkdəki klonun əlində 7 şar var idi. Onlardan bir neçəsi uçub gedir və daha sonra klonun əlində 5 şar qalır. Lalə fikirləşir ki, klonun əlindən neçə şar uçub getdi. Əziz şagirdlər, gəlin bu mövzunu öyrənək və Lalənin bu sualına cavab tapaq. Məchul çıxlanın tapılması. Əziz şagirdlər, budaqda neçə yuva var? Bəli, budaqda 2 yuva var. Birinci yuva və ikinci yuva. Birinci yuvada neçə quş var? 1, 2, 3 quş var. Doğrudur. Bəs ikinci yuvada neçə quş var? Bəli, doğrudur. 1 quş var. Sizcə birinci yuvadan neçə quş uçub getsə, ikinci yuvadakı quşun sayı ilə eyni olacaq? Gəlin buna aid misal yazaq. Birinci yuvada 3 quş var. Neçə quş uçub getsə deyirik. Deməli, sizcə biz hansı əməldən istifadə etməliyik? Bəli, doğrudur. Çıxma əməlindən istifadə etməliyik. 3 çıx. Bilmirik nə qədər quş uçub gedəcək. Ona görə yazırıq. Məchul ədəd bərabərdir 1. Əziz şagirdlər, çıxma əməlinin komponentlərini hatırlayırsınızmı? Bəli, azalan, çıxılan fərq. 3 burada azalan, məchul ədəd olduğu üçün bu məchul çıxılan olacaq. 1 isə fərq olacaq. Biz burada məchul çıxılanı tapmalıyıq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Yəni 3-dən 1-i çıxmalıyıq. 3 çıx 1 bərabərdir 2. Afərin sizlərə. Deməli, bizim məchul ədədimiz 2-dir. Yuvamızdan, birinci yuvadan, yəni 2 quş uçub getsə, ikinci yuvadakı quşun sayı ilə eyni olacaq, yəni 1 olacaq. Gəlin bunu ədəd üçlüyündə baxaq. Ədəd üçlüyündə məchul ədədi tapmaq üçün elə 3-dən 1-i çıxmalıyıq. 3 çıx 1 bərabərdir 2. Deməli, məchul ədəd 2-dir. Əhsən sizə. Məchul çıxlanın tapılması. Məchul çıxlanı tapın. Əziz şagirdlər, gəlin məchul çıxlanı tapaq. Birinci misalda 6 çıx məchul çıxlan bərabərdir 3 yazılıb. Məchul çıxlanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 6-dan 3-ü çıxırıq. 6 çıx 3 bərabərdir. Neçə edir? Doğrudur, 3 edir. 6 çıx 3 yazaq, bərabərdir 3. Keçək digər misala. Azalan, məchul çıxılan, bəli, bərabərdir fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 4-dən 3-ü çıxırıq. 4 çıx 3 bərabərdir. Neçə edir? Doğrudur, 1 edir. Deməli, bizim məchul çıxılanımız 1-dir. 4 çıx 1 bərabərdir 3. Keçək digər misala. 8 çıx məchul çıxılan bərabərdir 0. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 8-dən 0-ı çıxırıq. 8 çıx 0 bərabərdir. Əziz şagirdlər, 8 çıx 0 neçə edir? Doğrudur, elə ədədin özü edir. Yəni 8 edir. 8 çıx 8 bərabərdir 0. Əziz şagirdlər, əgər dərs sizin üçün tam aydındırsa,
Gəlin Laləyə kömək edək. Klonun əlində 7 şar var idi və bir neçə şar uçub gedir. Beləliklə klonun əlində 5 şar qalır. Lalə öyrənmək istəyirdi ki, klonun əlindən neçə şar uçub getdi. Gəlin kömək edək. Buna uyğun misalı necə yaza bilərik? Klonun əlində əvvəl 7 şar var idi və bir neçə şar uçub gedir. Bu deməkdir ki, biz çıxma əməlindən istifadə etməliyik. Neçə şarın uçub getdiyini isə bilmirik. Bu bizdə məchul ədəddir. Bərabərdir. Klonun əlində 5 şar qalır. Yəni, bərabərdir 5-ə. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalıyıq. 7-dən 5-i çıxırıq. 7 çıx 5 neçə edir? Doğrudur, 2 edir. Deməli, 7 çıx 2 bərabərdir 5. Bu deməkdir ki, Lalə öyrənir ki, klonun əlindən 2 şar uçub getdi. Əhsən sizə. Tapşırıqlar. Boş xanalarda hansı ədədlər olmalıdır? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Azalan, məchul çıxılan və 5. Biz burada məchul çıxılanı tapmalıyıq. Yəni, azalandan fərqi çıxmalıyıq. 8 çıx 5 neçə edir? Doğrudur, 3 edir. Deməli, 8 çıx 3 bərabərdir 5. Keçək digər çıxılanı tapmağa. Məchul çıxılanı tapmaq üçün 6-dan 4-ü çıxmalıyıq. 6 çıx 4 neçə edir? Əhsən sizə, 2 edir. Gəlin burada da məchul çıxılanı tapaq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 10-dan 7-ni çıxırıq. 10 çıx 7 doğrudur, 3 edir. Məchul çıxılanı tapaq. 10 çıx 2. 10 çıx 2 neçə edir? Bəli, doğrudur, 8 edir. Əhsən sizə. Şaxta babanın torbasında 10 hədiyyə var idi. O, uşaqlara bir neçə hədiyyə verdikdən sonra torbasında 3 hədiyyə qaldı. Şaxta baba neçə hədiyyə bağışladı? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, Şaxta babanın torbasında 10 hədiyyə var idi. O, uşaqlara bir neçə hədiyyə verdi və torbasında 3 hədiyyə qaldı. Sizcə, əgər Şaxta baba öz torbasından hədiyyə verirsə, hədiyyə paylayırsa, sizcə, Şaxta babanın torbasında hədiyyələrin sayı azalar, yoxsa çoxalar? Bəli, doğrudur, azalar. Biz bu zaman çıxma əməlindən istifadə edirik. Deməli, 10 hədiyyə qutusundan bir neçəsini hədiyyə verir, bilmirik, yəni məchul bir ədəddir və nəticədə bərabərdir 3 hədiyyə qalır. Biz burada məchul ədədi, yəni məchul çıxılanı tapmalıyıq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 10 çıx 3 neçə edir? Bəli, doğrudur, 7 edir. Deməli, 10 çıx 7 bərabərdir 3. Deməli, Şaxta baba 7 hədiyyə bağışlayır. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə məchul çıxılanın tapılması mövzusunu keçdik. Bu mövzuyla bağlı bir sıra tapşırıqlar etdik. Ümid edirəm ki, dərsin üçün tam aydın oldum. Gələn dərslərdə görüşənədək.